Sizi heç kim qurtarmayacaq. Qəbul edin və ya etməyin. Sizi ancaq siz qurtaracaqsınız. Bunu yadınızda saxlayın. Heç kim sizi qurtarmayacaq. Kimisə gözləməyin. Heç kimə özünüzü əzdirməyin və bunu unutmayın. Şiddət uygulayan kişilər əslində çox qorxaqdırlar. Bunu öz həyatımdan yaşamış biri olaraq söyləyirəm. Səmimi qəlbdən deyirəm. Mən illərlə boşandıqdan sonra belə ölüm təhdidləri alırdım. Şəhərin mərkəzində bıçaqla yenə. Buradan boğazım, başıma bıçaq. Biraz belə az qalmışdı ki, başım deşilsin. Polis gəlməsəydi, qızımın atası məni orada tam şəhərin 28 mayda məni öldürəcəkdi. İllər əvvəl. Amma artıq ayıldıqdan sonra siz yatıbsınız. Siz yatıbsınız və yatdığınız sürəcədə onlar sizi hər zaman əzəcəklər. Şiddət uygulayan insanlar qorxaqdılar. Mən illər sonra o qədər bezdim ki, intihara qalxışdım, olmadı, ayrıldım, olmadı, boşandım. Yəni qaçdım evdən, olmadı. Qurtula bilmirəm. Bu adam öz həyatını yaşayır. Mən yaşaya bilmirəm. Pis sözlər, təhdidlər. Mən ömür boyu dedim, mən adresimi gizlədəcəm. Ömür boyu mən nömrəmi gizlədəcəm. Nömrə dəyişirəm, yenə tapır, zəng vurur. Və bunu da yadınızda saxlayın. Elə insanların çoxu millət içində heç bir zaman qəddar kimi görünməz. İnsanlar üçün, cəmiyyət içində elə davranırlar ki, hər zaman ən xoş tərəflərini deyərsən ki, ay Allah, bu bir qarışqanı belə əzməz. Aman, o qadın yalan deyir. Elə inandırırlar. İndi çağırın, otursun burada. Elə danışar ki, siz deyirsiniz ki, Nərgiz xanım, bu qədər də yox da. Ona görə heç kim sizi qurtarmayacaq. Özünüz özünüzü qurtaracaqsınız. Bir dəfə düşəcəksiniz, yenə qalxın. Düşəcəksiniz, bir dəfə ilə qurtulmayacaqsınız. Gedəcəksiniz, divara çarpacaqsınız, düşəcəksiniz. Yenə axırda o divarı qırıb keçəcəksiniz. Sadəcə vazgeçməyin.